Özümə səhər-səhər zavtraq hazırlamaq istəyirəm. 2 dənə avokadom var. Görəsən bunlardan hansı yetişib. Hər kəsə salam qızlar, kanalıma və səhərimə xoş gəlmisiniz. Son zamanlar aldığımız avokadolar hamısı belə olur, içi dadlıdır sözsüz, amma niyə belə qaralıb bilmirəm. Daha doğrusu dadlıdır demək olmaz, yemək olar. Son zamanlar avokadoları həmişə mənim üçün Ruslan alıb gətirir. Özü də ki, od qiymətinə gedib Bravodan alır 4-5 manata bir dənəsini. Ucu 3-cü dəfədir ki, içi belədir. Halbuki çürüməyi nədir, hələ tam yetişməyib, bərkdir. Normal avokado hardan almaq olar? Mütləq bölməsində yazın. Orada yumurtalar da qoymuşam qaynamağa. Özüm üçün indi bir dənə kofe hazırlayacağım. Günə çox da çıxmıram deyə vitamin D ilə bol olan produktları yeməyə çalışıram. Misal üçün yumurtalar mütləq hər gün yeyirəm, çünki onların sarısında vitamin D var. Balıq olsun, krevetka olsun, skumbriya olsun, onları hamısını mən yeməyə çalışıram. Vitamin D azlığından əziyyət çəkməmək üçün. Bu da mənim zavtraqım, mənə nuş olsun. Hər dəfə deyirəm və hər dəfə eləyə bilmirəm. Bu məhsul saçlara çox gözəl kömək eləyir. Uzanmağa, təzə saçları çıxardır, amma hər dəfə istifadə eləməyi unuduram. Çimməkdən 1-2 saat əvvəl tətbiq eləmək lazımdır. Saç dəriyə qəşəng hopsun. Qalın saç bu genetik faktordur. Amma bir şey deyim sizə. 2 il bundan əvvəl mən qrup yoldaşımı gördüm. Hansı ki biz universitetə qəbul olduğu illərdə çox gözəl qalın saçı var idi. O qədər saçı nazikləşmişdi. Mən özüm şoka düşdüm. Elə özü dedi ki, saçım dəhşət tökülür, belə elə. Və eyni zamanda da bir müddətdə mən həm tabletkaları içdim, həm rozmarin yağı istifadə elədim, həm uclarına yağ vurdum, həm quru şampundan az istifadə elədim, həm də ki bu fenna zadını biraz azaltmışdım. Bir müddət bu qaydalara riayət edəndən sonra mən həqiqətən öz başımda gözəl nəticə gördüm, amma son vaxtlar mən səhlənkarlıq eləyirəm, bunları heç birini eləmirəm. Bir dənə bu muslak, fen bunları da azalda bilsəm super olar. Saç öz-özünə qurusun, baxımı eləyim və salam. Bugün qızlar dırnağa yazılmışam. Bir vlogda sizdən soruşmuşdum ki, hansı dırnağı eləyim və mən şoka düşdüm reyləri görəndə. Təsəvvür edin 99% izləyici yalnız bir dizaynı seçib, halbuki mən 3 fərqli təklif irəli sürdüm. Hava da bugün biraz küləklidir, bilməm nə geyinim. Gəlin bu dəfə belə eləyək, heç geymədiyim paltarları geyinəyik. Misal üçün bu şortik alandan sonra bir dəfə də geyməmişəm. Amma bu il almışam mən bunu. Burada rozova bandiklər var və əslində mən bununla bir yerdə geyməyə rozova rubaşka almalıydım. Yadımdan çıxıb almamışam. Ona görə gəlin bu dəstin koftasını geyinəyik. Bilmirəm necə görsənəcəksə, ümid edirəm ki, yaraşacaq. Və yadınıza gəlirsə, belə şip-şirin şəkər sırğalar almışdım. Bunlarla da obrazımı tamamlayacağım. Ayağımı da belə tapoçka vurub, ona görə krasovka geyinəcəm. Bu obrazla saçlarımı buruq eləsəydim daha gözəl olardı. Sadəcə son zamanlar özümə söz vermişəm ki, saçlarıma qarşı daha həssas olacağım, baxımları eləyəcəm. Ona görə buruq eləmək istəmirəm. Sadəcə qurudacağım və gedəcəm. Kəmər çox da görünmür. Amma yenə də. Və belə olanda mənə planşet çox kömək edir. Misal üçün öz telefonla mən nəsə çəkirəm. Burada isə nəsə bir verilişi qoyuram. Çünki darıxdırıcı gəlir mənə. Səssiz olanda çox darıxdırıcı gəlir. Mişan bu quşonu ilk alanda xoşuma gəlmişdi. İstifadə elədikcə isə üzümdə necə durursa heç xoşuma gəlmir, həm də ki həcmi dəhşət azdır. Ümumiyyətlə bu yalnız buna şamil olunmayıb. Bundan əvvəldə quşonum var idi, o da çox tez bitdi. 10-15 dəfə istifadə edirsiniz, vəsə. Day bilmirəm yalnız məndə belədir, yoxsa sizdə də. Bu aralar xeyli məhsul bitirmişəm, sadəcə indi göstərməyə vaxt yoxdur, çünki tələsirəm, gedim gəlim və göstərəcəm. Yavaş-yavaş tələsmədən videonu izləyə-izləyə makiyaj eləməyi elə sevirəm, hazırlaşmağı elə xoş duyuram elə. Amma bunun üçün tez durmaq lazımdır, onu da bugün təəssüf ki bacarmadım. Bir məsələ ilə bağlı da keyfim pozuldu. Bir kosmetik mağaza mənim icazəsiz götürüb mənim videomu öz səhifələrində paylaşır. Mənim heç xəbərim də yoxdur, nə mağazada, həqiqətən original məhsulları satırlar, yoxsa poddelkaları. Sadəcə bir məqamı anlaya bilmirəm. Necə bu boyda mağaza bir dənə xanımı işə götürüb? Misal üçün tələbə xanım ola bilər, pula ehtiyacı olan, gün
ərzində 1-2 saat sərf eləyərək sizin üçün videolar çəksin. Həm bir xanım işlə təmin olacaq, həm də ki siz halal pul qazanasınız. Yox, bunlar hazıra nazir olmaq istəyirlər. Özünüz də bilirsiniz, belə haqsızlıqlar olanda mən sadəcə sizdən xahiş edirəm və siz çox sağ olun, sразу şikayət atırsınız belə səhifələrdə və problem ondan ibarətdir ki, səhifə tam olaraq bağlanılır. Mənə isə kiminsə zəhmətli səhifə istəmirəm ki, spam olsun, bağlanılsın və s. Mən sadəcə tələb edirəm ki, mənim videom oradan götürülsün. Özdə ki, bilmirəm fikir vermisiniz və yaxud yox, mən Instagrama video atandan sonra sразу YouTube Shorts-a atmıram. Səbəbi odur ki, istəyirəm biraz Instagramda video yığsın. Hansısa bir insan YouTube Shorts-da bu videonu görəndə, sonra Instagramda görəndə artıq Instagramda onu izləmir və qabağa verir. Instagram da bunu bir maraqsız video kimi sayır. Yəni ki, mənə də, mənim baxışlarıma da ziyan vurmuş olurlar. Niyə axı 200-300 manat bir xanıma pul versəz, o sizin üçün çəkər də bu videoları. Başqa ölkələrdə belə şeyə görə məhkəməyə verirlər. Və bilirsiniz, ən maraqlısı nədir? TikTokda mənim orada videom çox yaxşı yığıb və mənim kütləmin qabağına çıxmayıb, başqa insanların qabağına çıxıb və orada hamı yazır ki, bu qız necə danışır, bu güya ki ruskoязычныйdır. Yəni ki, mənim haqqda pis yazırlar. Mənim üzərimdən pul qazanırlar məhsul sataraq, amma mənim haqqda pis yazan bir dənə rəyi silmirlər. Evdə düzdür, bardaqdır, amma elə xoşuma gəldi obraz. Bu sırğalar da dəhşət gözəldir. Və qəşəng bu pink çanta ilə obrazımı tamamlamaq istəyirəm. Yenə də tələsirəm, amma əli boş getmirəm dırnaq ustamın yanına və istəyirəm sizə göstərim nələr aparıram hədiyyə olaraq. Deməli, bunlar tüksüz salfetkalardır. Dırnaqda istifadə olunur və bilirəm ki, bunlardan istifadə edir. Deməli, bundan onda yoxdur. Belə bir rəng çeşidi vurmaq üçün paletka. Səhv dedimi, paletka yox, palitra. Bunu çoxdandan istəyirdim alım, çünki yoxdur. Ümid edirəm ki, bəyənəcəyik. İndi qızlar gecikirəm, elə orada göstərəcəm sizə rəngləri. Çox gözəl neon rənglərdir. Əslində mən bunun göy rəngini eləyərdim. Çox sevinə-sevinə, amma sizinlə məsləhətləşərək siz başqa bir dizayn seçmisiniz. Ona görə bu dəfə o dizaynı eləməyə məcburam. Həmişə lazım olan həmin 180-ə qrip pilkalar burada 10 dənədir. Bilirəm ki, iminə bunlardan istifadə edir. Özü açar. Nazik, fərqli, maraqlı belə fırçalar. Daha doğrusu fırçasıdır. Cəmaət bir fırça ilə bir ili yola verir, amma məndə həmişə bunlar tez xarab olurdu. Bunlar isə iki tərəflidir. Həm də ki, əsas bağlanmağa qapağı var. Baxın, belə bir fırça ilə adətən fırıncını çəkirlər. Bir tərəf xarab olsa, ikinci tərəf var. Bunları mən set olaraq deyəsən 7-8 manat almışam. Çox gözəldilər. Və sonunda çox ucuzdur deyə belə bir set almışam salfetkalar. Adətən əllər toz olanda belə salfetka ilə silir. Burada isə 6 dənə upakovkadır, səhv eləmirəmsə. Kiçik salfetkalardır, elə əsas dırnaq üçün. Belə bir şirin şəkər paketim var. Belə üstündə gülü olan. Məncə çox gözəldir. Gəlin bunun içinə yığaq. Gecikməyimə baxmayaraq unutdum. SPF vurmaq, bunu mütləq vurmaq lazımdır. Deyirlərdə bəzini yazırlar, niyə görə dırnaq ustaya həmişə dırnağına bağlı ləvazimatları alırsan, niyə görə maraqlı bir hədiyyə seçmirsən? Qızlar, mən Firuzəni o qədər yaxından tanımıram. Dırnaqla bağlı bilirəm konkret nədən istifadə edir və aldığım şeylər həqiqətən yararlıdır. Ona görə öz-özümə fikirləşdim ki, lazımsız nəsə bir şey alıb verməkdən isə elə bir şey verirəm ki, həqiqətən istifadədə lazım olan. Bir də ki, ətir vurmamışam. Bargella 122. Qoca nənələr kimi olmuşam. Ayaqqabı necə görünürsə, lukumla tutur, tutmur, mənim üçün fərqi yoxdur. Qəşəng, zövqlü ayaqqabı alıram, sonra ayağımı vurur. Bunlar isə qızlar dəhşətli bir şeydir. Sanki ev tərliyində gəzirsən o dərəcədə. Üstü setkadır, ayağınız qətti tərləmir. İki ayağımda elə bir ki, naftalandadır. Bu ayaqqabıdan mən özüm üçün bir 50 cütdə sifariş edəcəm. Gəldim və sağ olsun Firuzə belə bir stol açmışdı. Hər şey dəhşət dadlı idi. Cibin bol olsun. Tfu-tfu. İstik kimi almışam. Точно bunlardandır. Qəşəng bakaldı.
Deməli qızlar, kənddə olanda mən sizin üçün bir vlog paylaşmışdım və o vloqa 3 dənə şəkil əlavə eləmişdim. Rəylərdə isə şoka düşdüm ki, hamı yazırdı ki, ikinci şəkildə olan albalı dırnaqları ilə. Mən fikirləşirdim, kimsə yazacaq ki, birinci dırnaqları ilə, kimsə yazacaq üçüncü ilə, amma mən düşünməzdim ki, hamısı yazdı ki, ikinci dırnaqları ilə. Ona görə mən bugün albalı dırnaqları eləyəcəm. Siz məni Instagramdan takib edirsinizsə, artıq görmüsünüz nəticəni. Rənglərə gəlin bir baxaq. Belə fosfor rəng çox qəşəngdir. Amma biz biraz fərqli bir şey eləmək istəyirəm. Bəlkə bu rənglərdən də istifadə elədik. Bu belə göydür. Amma Firuzə dedi ki, buna bənzər rəngi məndə var hal-hazırda. Bu setin linki mən sizə videonun altında qoyacağam. Bu belə sarı bir rəngdir. Ən çox bunun xoşuma gəldi. Bir baxın. Dəhşətli bir şey yay üçün. Amma həcmləri balacadır. Onu da nəzərə alın sifariş edəndə. Bu və sonuncu bu rəng. Bayaq sizə evdə göstərdiyi rənglərdir, laklardır, hansıları ki mən sifariş edib Firuzə üçün gətirmişəm. Növbəti dəfələrdə mütləq bu rənglərdən birini eləyəcəm. Çox güman ki, göy rəngi istəyirəm. Lepka ilə bir yerdə bu yaxınlarda eləyəcəm. Bu sırxalarla saçlarımı yığsaydım daha gözəl görsənərdi, amma bir məqam var burada. Yığım səliqəli olsun deyə lakdan, musdan istifadə edirəm. Yoxsa tüklər hərəsi biz bir tərəfə baxır. Onları da biraz azaltmaq istəyirəm. Həm fen olsun, həm lak, mus. Bunları biraz azaltacağım. Ona görə sadəcə çimdim, saçımı açdım və istədiyim sırğaları taxıb gəlmişəm bura. Dırnaqları elə kvadrat formada saxlayacağım. Uzunluğu da rahat olsun deyə belə qısa. Mənim ən sevdiyim mürəbbə, qoz mürəbbəsi. Bu həqiqətən çətin tapılır və hər kəs bunu mükəmməl hazırlaya bilmir. Bu arada qızlar, dırnaq ustamın səhifəsini bu videonun altında sizin üçün qoyacağım. Vaxtı ikən bilirsiniz ki, 5 il ərzində özüm öz dırnaqları ev şəraitində eləyirdim. Hələ də arada nastroyeni olanda özüm eləyirəm. Siz də özünüz üçün gel lakı öyrənmək istəyirsinizsə, hal-hazırda Firuzə həm onlayn, həm offlayn dərslər keçir. Cəmi 3 dərs ərzində sizə tam olaraq texnikanı öyrədir. Maloçnay gel istifadə edirik. Baxın, belə göstərim sizə. Barmaqların hamısını eləməmişik hələ ki. Hayda fokus. Mənim ən sevdiyim gel. Baxın, budur. Çox qəşəng bərk saxlayır dırnaqlarım. Mən səsimi yazma yaxşı. Üstündən söz edəcəm. İndi isə keçirik əsas məsələyə, dizayn. Bu barmaq prosta qırmızı olacaq, burada qırmızı French olacaq, burada isə albalı. Bu sırğaları çox bəyəndim. Temudan eləmişsən. Hə. Çox qəşəngdir. Özü cəmi 2 piyasada düşmüşdüm. Yaxşıdır, amma çox qəşəngdir. Əvvəllər sizə danışmışam, mən özüm də qızlar vaxtı ikən YouTube'dan buradan oradan öyrənmişdim, amma hər dəfə dırnaqda qopma, sınma olurdu. Sonra getdim 2 dənə dərsə, bir dırnaq ustanın yanına 200 manat pul vermişdim o vaxt və o mənə hər bir səhvini mənim başa saldı. O 2 dərs nəticəsində mən sonra 5 il ərzində özümə dırnaqlar elədim. Firuzənin kursu isə 3 dərsdən ibarətdir və qiyməti 150 manatdır. Əlavə olaraq da kurs bitəndən sonra da lüboy vaxt, lüboy sualı Firuzə ünvanlaya bilərsiniz. Əslində mən rahat durmuşam. Görək necə alacaq. Bu French'i mən sizə belə göstərməliyəm. Bu barmaq da belə. Bu da nəticəmiz. Bəyəndiniz və yaxud yox, mütləq rey bölməsində yazın. Mən sizə göstərdiyi şəkildə dırnaqlar aşırı dərəcədə uzundur. Ona görə biraz qırmızı French daha qalın çəkilmişdi. Mən isə elə uzun dırnaqları istəmədim. Всё qızlar, mən dırnaqdan çıxdım. İndi istəyirəm Adorazada girim. Baxın görüm orada maraqlı nə var. Hava deyəsən düzəlib. Bayaq çox külək var idi. İndi isə elə deyil. Adorda isə istədiyim ətirlərə, istədiyim məhsullara heç birinə indirimləri yox idi. Ona görə heç nə almadan çıxdım oradan. Çörək yeməyə belə bir şirin yer tapmışam, amma heyf ki, zaradkanı özümlə götürməmişəm.
Belə bayırda da oturmaq olur buradan. Qışda bu məkanda qəti otura bilmirəm, çünki havalanma sistemində problem var. Qışda gələndə burada nəfəs ala bilmirəm o dərəcədə. Baxın, burada belə maraqlı şeylər var. 7.80-ə bundan sifariş eləmişəm və cappuccino. Burada əvvəllər yalnız desertlər var idi, amma indi belə şeylər də gətiriblər. Yaxşıdır, oturub yemək olar. Yoxsa şirin çay, kofe ilə mən qəti sevmirəm. Görməmişim bir dənə SPF var idi. Hara gəldi, harda gəldi onu vururdum. Görəsən bu görməmiş kimdir? Burada çox gözəl və dadlı kofe olur. Bunu isə heç sınamamışam. Özümə də maraqlıdır, dadlı olacaq və yaxud yox. Soruşdular ki, qızdıraq və yaxud yox. Dedim ki, qızdırın. Belə, baxarıq. İçində avokado əzməsi var idi, pomidor var idi, döşəti. Nə yalan deyim, wow dərəcədə dadlı deyil idi, amma mənə elə gəlir ki, bu sağlam qidaya aid bir şeydir. Bundan əvvəl həmişə belə fobiyam var idi ki, hansısa bir məkana gedim, oturum çörək yeyim. Elə gəlirdi ki, hamı mənə baxır ki, baxın bu tək gəlir. Nədəndirsə heç özüm də bilmirəm, məkanları tək gəzməyə utanırdım. Amma indi əksinə başa düşmüşəm ki, ən gözəli elə təkliyidir. Özümü əyləndirirəm, dadlı yemək yeyirəm, özümlə vaxt keçirirəm, oturub biraz burada montaj elədim. Və əslində hamıya pofikdir. Sən tək oturub yeyirsən, yoxsa kimləsə oturmusan. Heç kimin heç vecinə də deyil. Bu mənim birinci dəfəmdir, amma bundan sonra əminəm ki, tez-tez tək gedib istədiyi məkanlarda, istədiyi yeməkləri yeyəcəm və sizin üçün kontent də çəkəcəm və heç kimə buna görə ehtiyac duymuram. Sənübərin vloqlara baxanda mən bunu gördüm. O adətən həmişə deyir ki, özümə shopping elədim, özümü gəzdirdim, oturdum, vaxt keçirdim özümlə və gözəl evə gəldim. Keçən il başa düşdüm ki, ən doğru yol hələ bu yoldur. Bu haqda bəs siz nə düşünürsünüz? İndi qiyməti göstərim sizə, birdən siz də gəlmək istəyirsiniz. Chicken roll 7 manat 20 qəpiyə, cappuccino 6 manata və servis haqqı 10%, elədi 15 manat. Bu yemək 15 manat, məncə normaldır. Amma o qədər dadlı deyil, amma qiyməti normaldır. Evdən çıxanda tam lookunu sizə göstərmədim. Burada çox da yeri deyil. Amma dedim belə göstərim sizə. Evə gedəndə də istəyirəm bir çörək heç olmasa alın. Çox şey almayacağım, çünki mən Sabah rayonuna gedirəm. Evdə produkt qalmağını istəmirəm. Supermarketdən uca çıxmışdım, gördüm ki, qapının ağzında bir şirin pişik oturub, özdəki ac. Mən də yenə girdim içəri, onun üçün belə bir yemək aldım. Siz də həmişə belə eləyin, Allah 1000 qatını əvəzini verəcək. Gedərkən buranı pis günə qoyub getmişdim, amma indi yığışdırdım, sizi də zaryadkaya qoymuşdum və istəyirdim bitənlər korobkasına əlavələr eləyim, amma indi görürəm ki, bu bitənlər korobkası intihar eləmək istəyir. Məndə də başqa korobkalar var, ona görə gəlin əvəz eləyək. PR bağlamaları göndərərkən belə gözəl korobkalarda göndərirlər. Bu misal üçün Sleepy'dir, amma ən gözəl böyüyü Olifestdən gələn bu böyük korobkadır. Gəlin bunu götürək. Həm də ki, yadınıza gəlirsə, mən qabağıma məqsəd qoymuşdum ki, il ərzində 60 kosmetik vasitə, dekorativ kosmetikaya aid bitirəcəm. Baxaq görək nə qədər bitirə bildim. Baxın, bu korobka bundan qat-qat böyükdür. Da-da-da-dam. Ətirləri heç bilmirəm, dekorativ kosmetikaya aid eləyə bilərik və yaxud yox. Hələ ki, qalsın burada. Bu Nina Ricci'dir. Ricci ətri. Beləliklə, cəmi 17 dənə məhsul. Bir neçə gün ərzində biraz əlavələrim var. Pure Beauty'nin bu tonalini çox bəyəndim. Tonalinalarım az olsaydı təkrar alardım. Bitdim. Hələ rayonda bitirmişdim. Flormarın bu dodaq balzamı. Baxın qızlar, belə. Baxın, məhsulları buraya əlavə eləmirəm, amma balzamları eləyirəm. Və bunun dibindəki də çıxmırdı. Fırça ilə güclə çıxartdım. Buranı çıxardıb. Bunu da baza kimi istifadə edirəm. Makiyaj baza kimi yalnız. Yəni nəmləndirici krem kimi bunu heç vaxt istifadə eləməmişəm. Bu qədər. Oldu cəmi 20 dənə. Ümid edirəm ki, ilin sonuna qədər 60 məhsul bitirə bilərik. Çünki hal-hazırda baxıram kosmetikaya və görürəm ki, misal üçün bu 1-2 istifadədən sonra bitəcək. Bu sevdiyim duş. Burada da çox az qalıb. Və bu tonalini burada da 2-3 dəfə istifadə gücünə var. Beləliklə bitənlərə əlavələr olacaq bu yaxınlardan.
Amma hələ ki bu korobkanı buradan götürək. Bu korobkanı da tullamaq istəmirəm qızlar. Bunun içinə mənim mikro çantaları yığacağam. Bu hissəsini isə kəsmək istəyirəm. Bunları heç son zamanlar taxmıram. Gərək aparım təzə evə qoyum. Onsuz da burada hələ ki istifadə eləmirəm. Doğrudan da sonra qaça-qaça düşməmək üçün gərək istifadə eləmədiyim, misal üçün zapasda olan məhsulları aparım orada qoyum. Yığdığım cəhizləri adətən Ruslan gəlib aparır. Buradan keçəndə o vaxtı gərək öz bəzi şeyləri də verim, aparsın, qoysun ora. Bunu eləyərkən isə istəyirəm xeyli istifadə eləmədiyim məhsulları da kiməsə verim. Nəmləndirici kremlər və s. hansılar ki istifadə eləmirəm, sroku keçməmiş gərək kiməsə verim. Bir sözlə bu yaxınlarda maraqlı videolar gələcək. Ona görə mütləq kanala abunə olun. Mən isə bu videonu sonlandırıram. Sizə isə çox sağ ol ki, axıra qədər baxdınız. Özünüzə yaxşı baxın, sağ olun. Bu yaxınlarda görüşmək ümidi ilə.